Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Cənubi Qafqazda bugün siyasi dinamikanın biraz da artacağı gözlənilir. Bu da səbəbsiz deyil. Birləşmiş Ştatların dövlət katibi Marko Rubionun yaxın saatlarda Ermənistana, paytaxt İrəvana səfər edəcəyi gözlənilir. Ümumiyyətlə, bu səfər demək olar ki, son anda birdən-birə mediada yayıldı bu məlumat və bir həftəyə qədər, məsələn, məlum deyildi ki, Marko Rubio Ermənistana gələcək yoxsa yox, heç bir məlumat yox idi və bu səbəbdən səfər ətrafında bir sıra müzakirələr yarandı. Nəyə görə Marko Rubio gəlir birdən-birə və bəzi analitiklər, eyni zamanda Ermənistanda siyasətçilər hesab eləyirlər ki, məhz parlament seçkiləri öncəsi Marko Rubionun Ermənistana səfəri həm də Nikol Paşinyan hakimiyyətinə dəstəyi ilə bağlıdır. Amma Ermənistanın baş diplomatı Xarici İşlər Naziri Ararat Mirzoyan bu iddiaları təqzib eləyib və bildirib ki, heç bir əlaqəsi yoxdur seçkilərlə bağlı və Rubionun deməli, Ermənistana səfəri birbaşa olaraq iki tərəfli gündəliyi müzakirə etmək, ölkələr arasında mövcud olan məsələləri müzakirə etmək üçündür. Amma təbii ki, bunu əks tərəfdən iddia eləyən analitiklərin argumentləri də yersiz deyil düşünürəm. Çünki ən azından Macarıstan deməli nümunəsi var. Xatırlayırsınızsa, aprel ayında Macarıstanda keçirilən parlament seçkiləri öncəsi Orban hakimiyyətinə, Orban partiyasına dəstək olmaq üçün J.D. Vance Birləşmiş Ştatlardan Macarıstana səfər etmişdi, seçkilərə bir neçə gün qalmış. Amma orada Orbana necə deyirlər, kömək ola bilmədilər və bilirsiniz ki, Macar hakimiyyətə gəldi və görək Marko Rubionun Ermənistana səfəri seçkilər öncəsi, baxmayaraq ki, Ermənistan rəhbərliyi bunu təqzib eləyir, amma Paşinyana seçkilərdə kömək olacaq, yoxsa yox. Elə bu səfər çərçivəsində onu da vurğulamaq istəyirəm ki, təbii ki, Rusiyanın da diqqət mərkəzində olacaq təbii ki, Rubionun Ermənistana səfəri, xüsusilə son günlər söz atışmaları fonunda Rusiya və Ermənistan arasında. Məsələn, ötən gün Kremlin mətbuat katibi, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqladı ki, əgər Ermənistan yaxın gələcəkdə Avrasiya İqtisadi İttifaqını tərk edərsə, artıq Ermənistan vətəndaşları, ümumiyyətlə Ermənistan hökuməti Rusiyadan qazı güzəştli şərtlərlə yox, bazar dəyəri ilə alacaqlar. Bu da təbii ki, təzyiqin bir növüdür və bir növ Moskvadan Ermənistana və Ermənistan vətəndaşlarına verilən mesajlardan biridir ki, əgər Ermənistan hakimiyyəti qərar versə ki, Avrasiya İqtisadi İttifaqından, yəni Rusiya müttəfiqliyindən çıxıb Avropaya yönəlsə, artıq bir növ sizin cibinizə daha çox ziyan vurulacaq və siz qazı daha baha qiymətə almış olacaqsınız. Digər tərəfdən Moskvanın ümumiyyətlə qonşularına dair maraqlı bir siyasəti var və təzyiq növü var. Biz ara sıra həm fikir veririk, həm müşahidə edirik bu məsələni. Nə vaxt ki, Moskvanın öz qonşularını xarici siyasət istiqamətində atdığı addımlar xoşuna gəlmir. Rusiyaya idxal olunan məhsullarda hər hansısa problem aşkarlanır. Məsələn, bir müddət bundan öncə Paşinyanın Rusiyaya səfərindən sonra və orada verilən açıqlamalardan sonra biz gördük ki, uzun illərdir Ermənistandan Rusiyaya ixrac olunan cırmuq mineral sularında hər hansısa problem aşkarlandı və Rusiyaya idxalı dayandırıldı. Bir neçə gün bundan öncə Ermənistandan Rusiyaya idxal olunan güllərdə hər hansısa problemlər aşkarladı Rusiya tərəfi və hələ ki müəyyən məhdudiyyətlər qüvvədədir. Hərdən biz görürük ki, pomidorlarda, kartof məhsulunda bəzi problemlər aşkarlayır və bu məsələyə İrəvan münasibət bildirib, Ararat Mirzoyan bildirib ki, bəzi media qurumları, bəzi şəxslər həm bu prosesi süni şəkildə qabardır ki, bu problemlər göz önündə olsun. Digər tərəfdən Ararat Mirzoyan bildirib ki, bu kimi açıqlamalar Rusiya tərəfindən, təkcə Rusiyaya yox, digər dövlətlər tərəfindən də bəzən öz təsdiqini tapır, yəni həqiqətən ixrac olunan məhsul keyfiyyətsiz olur, bəzən isə pərarxası məqamlar olur və bu iddialar öz təsdiqini tapmır. Amma digər tərəfdən nazir həmçinin vurğulayıb ki, hər bir dövlətin keyfiyyətsiz məhsulun idxalına məhdudiyyət qoymaq hüququ var. Bu arada
Yaxın Şərqdən də danışmaq lazımdır düşünürəm indiki məqamda. Gərginlik hələ ki davam eləyir və gecə ərzində İranın cənubunda yerləşən mövqelərə zərbələr endirib Birləşmiş Ştatların mərkəzi komandanlığına aid qüvvələr, xüsusilə CENTCOM-un yaydığı məlumata görə zərbələr İranın raket buraxılış məntəqələrinə endirilib və bəzi hərbi gəmilər də hədəfə alınıb. CENTCOM-un yaydığı məlumata görə hədəfə alınan gəmilər, zərbə endirilən gəmilər bölgədə mina yerləşdirmək istəyib və bu səbəbdən özünü müdafiə xarakteri daşıdığını qeyd edir Amerika rəsmiləri bu zərbələrin. Donald Trump isə İranın zənginləşdirilmiş uran ehtiyatları barədə danışıb və bildirib ki, əminliyini ifadə edir ki, İranın zənginləşdirilmiş uranı, nüvə tozu ya Birləşmiş Ştatlara gətirilərək burada məhv ediləcək, ya İranın özündə məhv ediləcək və yaxud da üçüncü ölkəyə çıxarılacaq və orada məhv ediləcək. Bununla bağlı əminliyini ifadə edib, Truth Social hesabında yazıb bu barədə və bildirib ki, digər tərəfdən beynəlxalq müşahidə mexanizminin yaradılmasının da tərəfdarıdır bu proses çərçivəsinin. Nəyə görə belə açıqlamalar verir Donald Trump? Ona görə ki, möhtəşəm saziş lazımdır, necə deyərlər Donald Trumpa. Bunu özü də gizlətmir və Donald Trump vurğulayır ki, bu saziş ya möhtəşəm olacaq, ya da ümumiyyətlə olmayacaq və İrana zərbələr davam edəcək. Donald Trump həmçinin onu da vurğulayır ki, əgər İranla yaxın gələcəkdə saziş imzalanarsa, bu İranın vaxtı ikən Barack Obama dövründə imzalanan sazişdən daha yaxşı və hətta onun birbaşa əksi olacağı deyir. Çünki Donald Trump'ın iddiasına görə Barack Obama dövründə İranla imzalanan saziş İranın nüvə silahı əldə etməsinə yolu açırdı. Lakin İran tərəfi yekun razılaşmanın hələ uzaqda olduğunu, yaxında olmadığını vurğulayır. Bununla bağlı İranın Xarici İşlər Nazirliyinin bir məlumatı var. Nazirliyin sözçüsü İsmail Bəqai qeyd edib ki, bir sıra məsələlərdə razılıq əldə olunub, düzdür, Tehran və Vaşinqton arasında, amma həll olunmalı vacib məsələlər var. Bu səbəbdən İsmail Bəqai qeyd edir ki, məsələ bu həll olunması vacib məsələlərə görə yaxın müddətdə rəsmi Tehran və rəsmi Vaşinqton arasında hər hansı yekun razılığın əldə olunmasına dair hələ ki qərar yoxdur. Paralel olaraq Qətərin Əl-Cəzirə telekanalı qeyd edir ki, razılaşma əldə olunan sahələr də var. Bu sahələrdən biri də İranın bu vaxta qədər dondurulmuş aktivləridir və telekanalın qeyd etdiyinə görə Birləşmiş Ştatlar bu aktivləri bir növ İrana geri qaytaracaq, amma bunun qarşılığında da təbii ki, İranın müəyyən addımlar atması vacibdir və digər yayılan məlumata görə bu proses fonunda İranın prezidenti ölkə ərazisində internetin fəaliyyətinin bərpa edilməsinə dair də qərar qəbul edib. Ən maraq doğuran məqamlardan biri isə Möçtəbə Xamneyinin səhhəti ilə bağlı yayılan məlumatlardır. Mən buraxılışımızın əvvəlində vurğuladım bu məsələni. Səhiyyə Nazirliyinin İranın məlumatı var bununla bağlı və bildirib ki, ümumiyyətlə fevralın 28-də İrana, Tehrana baş verən hücum zamanı Möçtəbə Xamney çox səthi zədələr, yaralar alıb, ağır yaralar deyil və bir neçə gün sonra, bir neçə tikişdən sonra Möçtəbə Xamney artıq ertəsi gün xəstəxanadan evə buraxılıb. Amma biz onu da müşahidə edirik ki, Qərb mediasının, xüsusilə New York Times qəzeti onun ağır yaralar aldığını və hətta protezlər gözlədiyi barədə də məlumatlar yaymışdı. Paralel olaraq CBC News telekanalı qeyd eləyir ki, Amerika kəşfiyyatı hazırda Möçtəbə Xamneyinin harda olduğuna dair məlumat əldə eləyə bilmir və iddiaya görə İranın bəzi rəsmiləri Birləşmiş Ştatlarla danışıqlar aparan, Birləşmiş Ştatlarla danışıqlar aparmaq səlahiyyətində olan şəxslər belə Möçtəbə Xamney ilə birbaşa əlaqə qurmaqda çətinlik çəkir və məhz bir neçə mərhələli kuryer şəbəkəsi vasitəsilə Möçtəbə Xamney ilə əlaqə saxlayırlar. Amma təbii ki, İran tərəfi bunun əksini təqdim eləyir, bildirir və qeyd eləyir ki, Birləşmiş Ştatlarla danışıqlar prosesini elə Möçtəbə Xamneynin özü koordinasiya eləyir. Elə son olaraq onu da vurğulamaq istəyirəm
bilirəm ki, İran diplomatiyası da fəallaşıb. Ötən gün İranın parlamentin spikeri Muhammed Baqir Qalibaf və İranın Xarici İşlər Naziri Abbas Araqçı Qətərin paytaxtı Dohaya səfər eləyib və rəsmilərin Dohaya səfəri çərçivəsində davam edən münaqişənin dayandırılması istiqamətində aparılan diplomatik danışıqlarda iştirak edəcəklərinə dair məlumatlar da var və ətraflı məlumatları isə biz yəqin ki, yaxın günlərdə şahidi olacaq. Dostlar, məndən bugünü bu qədər. Xeyli maraqlı məlumat bölüşdü Süleyman bizlə. Təşəkkür edirik Süleyman. Çox sağ ol. Mən sizə təşəkkür edirəm. Uğurlar arzulayırıq. Təşəkkürlər. Hörmətli tamaşaçılar, siz isə xəbərin zamanı izləyirdiniz. Dünyada və regionda baş verən siyasi və iqtisadi prosesləri ətraflı şəkildə bilmək üçün davamlı olaraq bizi izləməyi unutmayın. Növbəti görüşlərə dək.